adamla, bir teydat at daşqası ilə. Gəldilər xilasən yığışlı quvvəti də bu gədələri düzdüm təfə, özüm başladım. Noha xanlığa, yana yana oxuyam. Ya Ali oldun şəhid sən bu gecə. Ya Ali oldun şəhid, budur oxuyam. Şiir oxuyam. Gördüm bir dana gədəni, qoynuna ip bağlayıbla, ilk kimin gətirirlər Mətidə. Döndüm dedim bu gədə kimdir? Dedilər noxoşdur. Dedim bu ya nəyə gətirmişsiniz? Apanı döhdüyə. Dedilər haza gözləri koydu, gətirmişik gözləri asılsın. Dedim gədə iştibah gətirmişsiniz. Buna payandasız göz döhdüyüm. Burada döhdüyü yoxdur ki. Bunu gətirən xanım dedi ki, bəsin nədir İmam Hüseyin nökərisi? 2 dənə köy göz atan mısın? Bu Cındanın sözü məni tutdu. Cındanın sözü. Dedim gədə düz deyil da. 17 ildir sinəm uymaqdan götümüz atılıbdır. 2 dənə göz atanmıyor. Allah. Qədana paydıla bağladılar, mənbəyin qıtılı. Gəldim uşaqlara dedim gədə, 17'li də yalandan sinəm uysan, indi mən ölüm, ürəkdən sinəm uyum. Bu gədənin gözləri atılsın, çıxaq sihtiyaq gedər. Abıyın xətəydən. Yalvan yaxayım, mən ölüm ürəkdən uyum, mən ölüm ürəkdən uyum. 5-10 dəqiqə uyandan sonra uşaqların birinə dedim ki, gədə getgöy o gədənin gözləri atılmayıbdır. Birdən atıla bir izafə bu ya. Gədə getdi, gəldi, dedi, diyor, atılmıyor. Uşaqlara yalvardım, mən ölüm 5 dəqiqə ürəkdən buyur. O sihtiyanın gözləri atıldı. Çıxaq gedə. 5 dəqiqədə bulay buydular. Bir Dubaya öldüm getdim bu gədənin yanına. Dedim, oğul, mən yayınsı bu heyətəm. Gözlərin atıldı ya yox. Dedi, yox, atılmayıb, qulağımı gətirib bir söz deyib. Dedim, nə deyirsən? Dedi, buya gələndə bu gözüm atdana göyəydi. İndi o da tutulubdur.